Ümumiyyətlə mən sizin ailə həyatınızı maraq edirəm. Həmişə sizi görmüşəm. Məsələn siz ailəniz Bərdədə mi qalır? Bəli. Bərdədə qalır. Anan, atan eləmi? Atam rəhmətə gedib. Allah rəhmət eləsin. Ananız var, qardaşın, bacınız varmı? Daha sənət yox. Tek oğlan, ay pardon, şübhəli. Tek oğlan qız sizsiniz. Aha. Tek evin bir dənə kişisi var, o da sizsiniz, eləmi? Tək övladım, bəli. Bir ananız, bir siz. Bəli. Və ananız niyə sizdən qalmır müəllim? Danışmırıq, 2 illərdir. Nə üçün ayrı? Ananız nə üçün? Səbəblər var da, biz Seyid ailəsində doğulmuşam, Seyid nəslindən. Bas, Seyid qız Ona görə sevər. Sevər ağanın çət, ha. Yox, Seyid nəslinin nümayəndəsi olduğuma görə, bəzi səbəblərə görə də alınmadı. İndi çox şeylər mən açıq deyə bilmirəm, özəl mövzular. Sən Seyid nəbəsən. Bəli, bəli. O da dedilər ki, bizə yaraşmırsan, vızqıb ki, Bakıya. Bəli. Neçə ildə ananızdan görüşmürsünüz? Aycan, haradasan? 5 ildir. Heç danışmırsan 5 ildə. Heç qohumların yoxdur. Gələ bilərlər, bilmirəm, fake səhifə ilə izləyirlər, izləmirlər, onu bilmirəm, videolarını nə iş çıxır. görürsən, bu pul hardan gəlir sənə? Aycan, izləyicilərim, dəstəkçilərim, bir də məclislərim olanda gedirəm məclislərə. Məsələn, neçə getsən məclisə? 1 saatı 150, 200, 300 belə. Getsən 1 saat oxursan, 3 manat alırsan. Bəli, bəli. Amma olanda elə olur ki, 1 ay olur, elə olur, olmur, ayda olanda da olur, olmayanda da olur. Amma çalışıram, bilsən necədir, elə məclis olur ki, heç olmur. Amma bir çoxları mənim quyumu qazlar, mən istəyirəm gedəm çörəyimi qazanam. Amma bir çoxları... Məncə Rihanna istəmirsin səhnəyə çıxmağı. Amma qoymadılar. Bəlkə Sam Smith deyirdiniz ya o gün Sam Smith. Bəlkə Sam Smith sizə icazə vermir səhnələrə də ola bilər. Bilmirəm, vallahi heç nə bilmirəm. Bir şey bilirəm ki, belə qismətlər. Bərdəyə gedib gəlirsinizmi? Yox, mən rayondan 5 ildir danışmıram. 5 ildir çıxmışam rayondan. Bu Bərdə də maşallah qız. 5 ildir mən danışmıram. Yalancı olaram, durum deyim belə. Danışmıram. Və bir ay qardaşınla qalıbsan deyirlər. Bir ara. Qardaşım ki. Nə tər yəni bir dəqiqə studiyumuza zəng gəldi. Yəni sən tək evladı idin, bir dənə qardaşın mı var? Yox, mən tək övladım. Vallahi billah tək övladım. Bilənlər bilir. Bir dəqiqə studiyumuza zəng gəldi. Buyurun Katya xanım. O vaxt canlı açanda deyildi, qardaşım gəlin otaqda yatır. Aha. Yox, qardaşım yox. Mənim qardaşım yox. Mən o vaxtlarım mənim qardaşım olmayıbdı. Sən qardaşınla eyni evdə qalmır? Açıqqa çıxqosuna bəlkə qardaş deyil bu. Yox. Qız Yox. Mən uşaqlarla o vaxtlarım qalmışam 28-də. Amma mən tək o vaxtlarım dostlarımızla qalmışam.